Deməli, gəldik, çatdıq okeana. 4 saatlıq maşın yolu və... Qısa. Elə yoludur ki, çox belə fırlana gedirdik meşə yolunda. Bir təhər olduq, amma çatdıq. Sağ salamat. We made it. Və arxada okean var. Mən hələ də inana bilmirəm. Okean da arxada. Burada belə bir xəritə var, harda olduğumuzu göstərir. Burada da belə bir şüşə dənizi var. Yəni oraya da gedib sizə göstərəcəm. Burada da bir dənə çox qəşəng yer tapdıq. Çox böyük həvəslə bura gəldik ki, burada bəlkə pilləkən olar, aşağı düşərik. Pilləkən deyil yəni. Sakit okeandır, amma necə səs-küylü olduğuna baxın da. Dalğalar yanır. Və dediyim o şüşə dənizi, baxın budur. Yəni yerdəki şeylər şüşələrdir. Gördüyünüz kimi. Normalda bunları götürmək qadağandır, amma heç kim bilməz məncə. Çox qəşəng. Biz. Abi inanılmaz ya. Elə bil AI-dan mənzərəni qoyublar bura. I am so happy right now. Hündürlüyə siz baxın da. Və 2 dənə dalğa toqquşur bir-biri ilə. İndi buradan necə düşəcəyik bilmirəm. That's cute. Instax'a şəkillərini çəkdim, verdim. Gördüyüm hər yerə çıxdığıma görə burada məncə çıxa bilərəm. Gəldik indi də başqa bir yerə. Oyda. Vallahi kamerada qəşəng görünmür. Burada da belə bir günəş sadə eləyiblər. Şəkilləri də göstərim. Bəli, buranın qumu belə önəmlidir, toxunmalıyam. Təsəvvür edin ki, balkonda oturmuşsunuz və belə bir okean mənzərəsi görürsünüz. Now? Just regular. I don't know, I'm not sure. Okay. Belə bir restorana gəlmişik indi. Mənzərədə dəniz yeməyi yeyəcəyik.
İndi birazdan gəlsin göstərəcəm aldıqlarımızı. Deməli bu nə idi adı? Salmonlu Sezar salatası. Nuş olsun. Ha? Nuş olsun. Thank Afiyet you. olsun dedim. Thank you dedim. Biliyorum, Tamam. biliyorum, öğreniyorum o. Azerbaycanca. Bu balıqlı takodur. Məndəki balıqlı sandviç. Do you like it? I do. Yummy. Yep. Yep. I like it. Elə burdaca balıq tutublar. Suitləri yaxından çəkmək üçün gəldim. Yeməyi də bəyəndim. Biraz balıq ekmeği xatırlatdı. Gəlib yeməsi üçün qoyduq. Taco yeyəcəyini düşünmürəm. İndi gəlmişəm ibtidai siniflərə kitab oxuyuram. İndi gəzirəm, sinifləri tapmağa çalışıram. Çox qarışıqdır. Bir də vaxtımdan da keçib gecikirəm sinifə. Belə müəllim olar. Looking at the stars as the bear began slept. That night, for the first time since the teddy bear came into his life, the little boy went. That's the end. Yay! Yeah! That's exactly what I'm saying myself. Əslində indi məktəbdə olmalıyam, amma icazə almışıq. Hardasa ilk 2-3 dərsdə olmayacağam məktəbdə, buradayam. Axırıncı 2 dərsi gedirəm. Məktəbdə də riyaziyyatdan imtahanım var, bir də rəsm dərsim var. Belə. Balaca qız uşaqları gəlib mənə deyirlər ki, qəşəngsən. I'm gonna read the teddy bear. Let me show you. Soruşdular ki, hansı kitab oxuyacaqsan falan. Çox maraqlanırlar, çox xoşuma gəlir. Days grew warmer. The bearded man put away his long green coat. His teddy bear, right? I would give it back to him because Is there anyone who? Yep. so Baxın, burada kim var? Yine ben. Yenə var. Yine ben. Bütün videolarımda ancaq budur. Sende en çok hangi kitabı okumanı istiyorlar? Hiç istəmirdim bitsin bugün, bilmirəm. Çox xoşuma gəldi. Elədiyim ən yaxşı könüllü iş idi bu arada. İndi gedirik tez yemək yeməyə. Which one did you choose? Bir şey diyeceğim. Çok güzeliz. From 80s. We don't have any sports. Çantamı götürməmişəm bugün. Bir dənə cibimdə şey var, karandaş.
O da imtahana girirəm deyə. Əslində bu da lazım olmayacaq. Kompüterdə deyil. Duyğu burada oturur, mən burada. Əvvəllər bir yerdə otururduq. Müəllim ayırdı sonra. Müəllim bizi niyə ayırdı? Bəli, etiraf edirik, çox danışırdıq. Deməli, sizə Chromebook'umuzu da göstərim. Belə sadə bir kompüterdir. Sonra da belə bir səhifə açılır. Burada QR kod göstərib öz akkauntunuza girə bilərsiniz ya da sadəcə buradan akkauntunuzu yazıb girirsiniz. Bu qədər. We're not planning for retakes. We're maxing out today. İndi gəldik rəsm dərsinə. Öz rəsmimi göstərim sizə. Bu mənim portretimdir. Self portret çəkmək lazımdır. Bu ən pis sahə portretdir, yəni çəkə bilmirəm. Deme ya, güzel olmuş. Ben beğeniyorum. Çox qəşəngdir. Keşke dijital resim olsaydı sevseydim. Bu da rəsm otağımızdır. Bizim bizim rəsm müəllimimizdir. Okay, you can say anything you want. That's all. I don't know. What do you want me to say? I don't know. I give advice Be all day. yourself. I am. No, you're not. I know. Gedim alma götürüm mən də ürəyim istədi. Bayaq Duyğu dedi ki, həyatında yediyi ən qəşəng almadır. Belə bir tərif görməmişəm də, ona görə yoxlayaq. Həyatımda yediyim ən qəşəng alma deyil. Ben abarttım. Benim de Abarttın değil ama bence. güzel bir elma. Yaxşı deyə almadı da, almadı da. Tamam. Amerikadakı meyvə və tərəvəzlər çox fake deyil. Sanki hepsini makinede üretmişler gibi değil mi? Tipleri falan. Təbii deyil də. Bizim kənd xiyarı pomidoru çox qəşəngdir. Şəmkir pomidoru. Uşaqlar bir dənə mən rəsmi çəkmişdim deməli. Onu çox bəyəndilər və koftanın üstünə çap elədilər. Sonra da verdilər mənə də, uşaqlara da payladılar. Göstərəcəm sən manikenin üstündədir. Dediyim kofta da buydu. Jorge, I'm filming video for my YouTube channel. Okay, what do you want me to say? I don't know. America's the best country. No. I don't know. My name's Jorge Ojeda, and I made this shit right here. Yeah. I like this one better because it's more, it's like more vibrant, and then this one is looking kind of wild. Deməli, keçən dərs portreti bitirdiyim üçün Duyğu da təzə bitirib. Ona görə heç enerjimiz yoxdur təzə rəsmə başlamağa. Və müəllimdən də soruşdum, dedi ki, bu dəfə yəni xüsusi bir mövzu yoxdur da istədiyiniz bir şey çəkə bilərsiniz. Ki, birincisi onu seçmək lazımdır, nə çəkəcəyimi bilmirəm. İkincisi də ki, 5-ci gündür bugün və ən son dərsdir. Çox da enerji yoxdur da. Hafta sonu. Hə. Çok mutluyum. Bir də bilmirəm, bunu deməmişəm heç yerdə, amma buradakı 5-ci günlər çox sakit keçir də. Yəni hamı dərsləri yola verir ki, zaten yəni Friday-dir də. Düzdür? Çox qəşəngdir. Bunu yapmam zaten.